Doktor, mən sizin bir əməliyyatınızda iştirak eləmişəm, bud gərmə. Möhtəşəm bir əməliyyat etmişdiniz və nəticəsini də görmüşdük. Hətta orada bir əməliyyat da idi, bir kiçik bir müdaxilə də var idi. Mən o xanımın aqibətini soruşmaq istəyərdim ki, o kəsiklərdə kiloid əmələ gəldimi, gəlmədimi? Çünki çox narahat idi. Bəli, bir yerdə olmuşduq əməliyyatda. Həmən xanımda keloid toxuması çapığı əmələ gəlməmişdi. Ancaq bu o demək deyil ki, gərmə əməliyyatlarında hipertrofik çapıqdan, keloid çapıqlardan sığortalanırıq. Bildiyimizə görə bu dərinin başqa bir problemidir. Bəzən olur ki, qaçınılmazdır bu fəsad. Düzdür, əlimizdən gələni edirik ki, rastlaşmayaq istifadə elədiyimiz haplarda, əməliyyatdan sonra gərginliyi aradan qaldırmaqla qoyduğumuz estetik tikişlərə görə ki, keloid çapıqla rastlaşmayaq. Ancaq yenə də bu fəsad baş verə bilir. Bud gərmə əməliyyatı da belə bir əməliyyatdır ki, həmən əməliyyatdan sonra nəticə daha çox pasiyentin öz üzərinə düşür.